Və işğal altında olan Artsaqda Azərbaycan hakimiyyəti ardıcıl olaraq mədəni soykırım siyasətini həyata keçirməyə davam edir. Beynəlxalq təşkilatlar əvvəllər Azərbaycanın Ermənistanın mədəni irsini mənimsəmə və məhv etmə siyasətində narahatlığını bildirməsidlərsə də, indi aydındır ki, hətta İslam abidələri belə Bakının avtoritar rejimini məhv etmə siyasətinin qurbanı olur. Bu narahat edici reallığın ən son və ən bariz nümunələrindən biri Artsaqın Kaşataq rayonunun Aygə kəndində Şia məscididir, hansı ki, tikinti işləri bəhanəsi ilə tamamilə dağıdılıb. Erməni memarlığının tədqiqat fondunun həm rəhbəri Rafiq Ardoşyan abidənin məhv etməsi barədə məlumat verib. Qeyd edək ki, hələ 2020-ci ildə müharibə zamanı Azərbaycan Silahlı Qüvvələri Şuşidəki məscidlərə qəsdən hücum edib. Xüsusilə 2020-ci ilin noyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşiyə raket hücumu zamanı Şuşinin Yuxarı Gövxar Ağa məscidi, hansı Bakıda qanunsuz həbsdə olan Ruben Vartanyan tərəfindən təmir edilmişdi, ziyan görüb. Bütün bunlar ərazinin tarixi müxtəlifliyi məhv etmək və keçmişi yenidən yazmaq siyasətinin vahid, birləşdirici məntiqinin tərkib hissələridir. Bu faktlar birlikdə göstərir ki, Azərbaycan dövlət regional sabitlik, multikulturalizm və irsin qorunması üçün məsuliyyət daşıyan bir subyekt kimi deyil, əksinə